Xeyir söz, xeyir fikir, xeyir əməl, doğru söz, doğru fikir, doğru əməllə ürəyinizdə ata günüş olsun, əziz dostlar, əziz izləyicilər. Əvvəla onu qeyd edeyim ki, bugün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının yaranmasının 80-ci il dönümü münasibəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının rəyasət heyətinin qarşısında geniş şəkildə çıxış elədi və burada Azərbaycan elminin 70 illik müstəmləkə dövrünün çətinliklərindən və 34 illik müstəqilliyin məsuliyyətindən danışdı və müstəqilliyinin önəmindən, müstəqilliyinin əhəmiyyətindən danışdı. Təbii ki, müstəqilliyinin əhəmiyyəti ondadır ki, müstəqil bir iqtisadiyyatın qurulması 1994-cü sentyabr ayında imzalanan əsrin müqaviləsi ilə Azərbaycanda neftdən gələn gəlirlər hesabına qeyri-neft sektorunun inkişafı, əqli mülkiyyətin inkişafı haqqında geniş şəkildə Azərbaycan Respublikasının prezidenti çıxış elədi. Bundan əlavə mənim şəxsən çox təəssüfləndiyim və nöqsan bildiyim məqamları sizin diqqətinizə çatdırmaq istəyirəm. Ümumiyyətlə hesab edirəm ki, artıq tarixən Azərbaycan Respublikası tarixi düşmənini Şimali Azərbaycan və Cənubi Azərbaycanla ayıran Araz çayı sərhəd olan məsələnin arxa planında və Azərbaycan Respublikasının tarixi torpaqlarında qurulan 1918-ci 29 mayındakı Ermənistan Respublikası 1918-ci ilin 27 mayında qurulan Gürcüstan Respublikası 1925-ci ildə qurulan əvvələ Pəhləvi Şah rejimi 1979-cu ilə İran İslam Respublikası haqqında bir kəlmə deyilmədi. Və bu məsələ deyilməməsi çox təəssüf doğurur. Məsələ burasındadır ki, bu məsələ artıq Azərbaycan xalqının 10 milyon əhalisinə bəllidir. Bilirsiniz ki, xüsusilə İvan Qrozununun, Moskva knyazı İvan Qrozununun, Giray xanın, xüsusilə Qızıl Orda xanı, Giray xanı qətlə yetirərək, Krım tatarlarını qiyam qaldıraraq, hakimiyyəti ələ keçirərək, işğal edərək, faktiki olaraq Qıpçaq türklərinin hakimiyyətinə son qoyaraq, Qızıl Orda imperiyasına son qoyaraq, Türk hakimiyyətinə Altay dağlarından Şimali Qafqaz dağlarına qədər Türk torpaqlarında Türk hakimiyyətinə son qoyaraq, faktiki olaraq Türk dünyasını paramparça etməyə və 1805-ci il Kürəkçay müqaviləsi ilə Qarabağ xanlığını işğal edərək, 1813 Gürcüstan müqaviləsi ilə, 1828-ci il Türkmənçay müqaviləsi ilə Azərbaycan Respublikasının tarixi torpağı olan Qacarlar imperiyasının şimal ərazisini işğal etdi. Yalnız 1925-ə qədər Cənubi Azərbaycan adlandırılan 50 milyon Azərbaycan türkünün yaşadığı ərazi bizə nəsib oldu. 1918-ci 28 mayında Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə bağlı çox təəssüflər olsun ki, Azərbaycan Respublikasının vətəndaşlarının 92%-nin səs çoxluğu ilə demokratik yolla prezidenti seçilən İlham Əliyev bu barədə
bir kəlmə danışmadı. Və onu deməli idi ki, Azərbaycan Milli Elmlər Akademiyası məhz SSR-nin və Çar Rusiyasının Azərbaycanda faktiki olaraq Azərbaycanın müstəmləkə zehniyyətində, müstəmləkə düşüncəsində Azərbaycan dilini sıxışdırmaq, Azərbaycan dilini zəiflətmək məqsədi ilə Azərbaycanda 70 illik müstəmləkə zehniyyətində böyümüş, müstəmləkə siyasətini müdafiə edən insanların idarə etdiyi akademiyada 1991-ci il təvəllüdlü bir nəfər də olsun Azərbaycan gənci rəhbərlik etmir. Hətta Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində olan müxtəlif institutların tərkibində bir nəfər də olsun Azərbaycan Respublikasının dövlət müstəqilliyi dövründə dünyaya gəlmiş Azərbaycan gəncinin olmaması çox böyük təsir doğurur. Mən başqa bir məsələyə toxunmaq fikrim yoxdur. Qalan məsələlərdə cənab prezidentlə razılaşıram. Azərbaycan dili müqəddəsdir. Azərbaycan dili 1995-ci il noyabrın 15-də qəbul olmuş konstitusiyaya əsasən dövlət dilimizdir və dövlət dilimiz qorunmalıdır. 1992-ci ildə iyun ayının 7-sində əhalinin 60.96% səs çoxluğu ilə qalib gəlmiş Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əbfəz Elçi bəyin sərəncamı ilə 1992-ci ildə Azərbaycan Respublikasının dövlət dili, türk dili qəbul olunmuşdur. Çox təəssüflər olsun ki, bu dövlət dili yalnız 1993-cü il 4 iyun qiyamına qədər varlığını sürdürməyə nail olmuşdur. Əlbəttə ki, əgər Azərbaycan Respublikasının dövlət dili, türk dili qalsaydı, bugün bizim Rus əsarətində olan, Çin əsarətində olan, İran əsarətində olan türk xalqları ilə eyni dildə danışmaq, eyni dildə ünsiyyət qurmaq və o cümlədən bugün türk dilli dövlətlərlə eyni dilin, vahid dildə danışmaq imkanlarımız yaranacaq. Çox təəssüflər olsun ki, Qəbələ şəhərində keçirilən Türk Dövlətlər Təşkilatının zirvə samitində çox təəssüflər olsun ki, hətta Qazaxıstan Respublikasına səfər zamanı Qazaxıstan Respublikasının dövlət dilinin Qazax dili olmasına baxmayaraq, Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olmasına baxmayaraq, iki ölkə arasındakı ünsiyyət məhz müstəmləkə, işğal dili olan Rus dilində olması Azərbaycan xalqı üçün, Türk dünyası üçün utanc verici, rəzil verici bir haldır. Və buna cənab prezident də kəskin etirazını bugünkü 80 illik yubileyində də etirazını bildirmişdir. Azərbaycanda 340-a yaxın Rus məktəblərinin olması, Rus dilli televiziyaların, xüsusilə Rus dilində yayınlanan CBC TV-nin, Report TV-nin, Report Az saytının, Baku TV-nin dərhal fəaliyyətinə xitam verilməsi məcburidir. Ona görə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsinə görə Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası ərazisində yaşayan hər bir Azərbaycan Respublikası vətəndaşı Azərbaycan dilini bilməli və Azərbaycan dilində danışmağa məcburdur. Ona görə də mən hesab edirəm ki, biz bu son damlamıza qədər Milli Fədali Hərəkatı olaraq bu məsələ ilə ciddi vuruşacaq, ciddi mübarizə aparacaq və biz cənab prezidentimizə köməkli etməyə hər an canla başla hazırıq.
Qarşıdan gələn 8 noyabr Zəfər günü, 15 noyabr Konstitusiya günü, 12 noyabr Milli Dirçəliş günü, 17 noyabr Milli Dirçəliş günü və o cümlədən qarşıdan gələn Dövlət Bayraq günü münasibəti ilə hər birinizi ürəkdən təbrik edirəm. Atamız var olsun. Tanrı Türkçü qorusun. Yenidən mən istəyərdim ki, Azərbaycan Respublikasının dövlət himnini yenidən səsləndirək. Azərbaycan, ey qəhrəman övladın şanlı vətəni, sənin üçün can verməyə cümlə hazırız, sənin üçün qan tökməyə cümlə qadirız. Renkli bayrağın məsudu şan, renkli bayrağın məsudu şan, minlərlə can qurbanıdı, sinər hərbət meydanıdı, sinərindən keçəmişsə dərədir qəhrəmanıdı. Sən olsan Gürcistan, sənə hər can qurban, sənin verməkdə, sənin tutmaz bıçaq, sənin sonu versekməyə, bayraq yüksəkməyə. Və sonda mən istəyərdim ki, Azərbaycan Respublikasının ümumilli lideri Məhəmməd Əmin Rəsulzadənin sözləri ilə Amerikanın Səsi Radiosundakı səsləndirdiyi sözləri ilə bitirmək istəyirəm. Şüphesizdir ki bir gün hakikat parıldayacak, azadlık esasının, Birleşmiş Milletler prensipinin ve insan haklarını tutan taraf sağlık gelecektir. Amerika'nın Sesi Radyosu'nun verdiği imkandan istifade ederek bugün Azerbaycan tarihinin en büyük günü olan 28 Mayıs'ta sizlere hitap ediyorum. 100 yıl süren kar esaretinden sonra, bundan 35 yıl evvel Azerbaycan Şurayı Millisi, Azerbaycan Cumhuriyeti'nin istiklalini bütün dünyaya ilan etti. O tarihe kadar
millet olarak varlığını ispat için mücadele eden Azerbaycan halkı bu tarihten itibaren millet olarak bir devlet kurmuş, hukukunda bütün mülkiyetiyle meydana atılmışlar. Medeni büyük bir tevekküle malik olan vatanımız siyaset sahasında çok büyük ve değerli hamleler göstermiştir. Cevat Han'ın 1904'te Gence'deki şanlı gazası dillerde destandır. Ölmek var, ölmek yoktur. Bu habibi vatanperestlerin tebrik ettikleri en mukaddes bir şiardır. 28 Mayıs 1918'de İstiklal Azerbaycan tarihinin tabii bir neticesini fikirlenmişe getirecekti. Aynı zamanda o, zamanıya hakim olan esri büyük şiardan istifade edecekti. Her millet öz mukadderatını özü halletmeye selahiyettarlık desturunca halkın ümumi irayına uyarak istiklalını ilan edildi. İstiklal ilanı üzerine kurulan Milli Azerbaycan hükümeti az zamanda memlekette çok büyük işler gördü. 100 yıldan beri askerlikten men edilen Azerbaycan'da bir ordu yarattı. Çağrı zamanında devlet idaresini yakın bırakılmayan Azerbaycanlılarda zabıta ve emniyet kuvvetleri vücuda getirdi. Sosyal sahada esaslı islahata girişti. Kentlilere toprak verme için kanunlar hazırladı. Köylülerin haklarını korumak için tedbirler aldı. Harbi öz ana dilinde okutmaya başladı. Türkçe'nin devletin resmi dili ilan etti. Orta ve âli mektepler açtı. Akınacalar tipinde halk nümayendelerine cevapdeh bir hükümet usulü idaresi yarattı. Hakimiyet millet meclisinin elindeydi. Parlamentten itimat almadıkça hiçbir hükümet iş başında kalabilmezdi. Memlekette tam bir azatlık vardı. O zaman şimdi Sovyet zamanında olduğu gibi terör denilen şeyden hiçbir eser yoktu. Şahsiler de, meskenler de emr ve emandaydı. Vatanın kapıları şimdi olduğu gibi bütün dünyaya kapalı değildi. Her Azerbaycanlı istediği zaman ara isterse giderdi. Komşu ve Avrupa devletleriyle dostluk münasebetleri tesis edilmişti. Bütün milletlerle alışveriş vardı. Bütün bunların neticesindeydi ki Cumhuriyetimizin istiklali Avrupa devletleriyle Birleşik Amerika tarafından tanındı. Onları tebliğden büyük küçük birçok devletler dahi istiklalimizi tanıdılar. Türk ve Müslüman dünyasının bu cumhuriyetini kardeş ve komşu memleketler dahi tanıdılar. Türkiye ile İran, Azerbaycan'la münasebete geldiler. Aralarında dostluk ve kardeşlik muahideleri imzalandı. 12 Yanvar 1920 Cumhuriyetin devletler tarafından tanınması günü. Bu günü Azerbaycan halkı candan bayram etti. Haklıydı. Bu hakikaten de büyük bir bayramdı. Çünkü bugünden itibaren Azerbaycan davası Rusya'nın bir iç meselesi olmaktan çıkmış, milletler arası bir mesele olmuştur. Dünya şiddetleriyle daha çok karşılaşmakta. Aslıyla basit, yalanla doğru, yüz yüze geçmektedir. Şüphesizdir ki bir gün hakikat parıldayacak, azatlık esasının, Birleşmiş Milletler Prensipini ve insan haklarını son tarafta alıp gelecektir. Bu galibiyet güneşi, Kızıl İstiklal zulmü altında inleyen aziz vatanımızda 1918-28 Mayıs gibi yeniden doğacaktır. Buna katiyen şüphe etmeyiniz vatandaşlar. Bu sürekli İstiklal bayrağını kuşlarında çizdiren buradaki vatan ailesi bizlerken, orada her cüre korku ve tehdit altında kalpleri istiklal eşki sunan azatlı ailesi sizlere candan selamlar gönderir. 28 Mayıs İstiklal kurbanlarının aziz ruhları huzurunda hürmetle eğilir ve her iki tarafı birleştiren milli büyük hasreti şahit büyütüyle dile getirilir. Sen bizimsen, durdukça, bedenlerden yaşa, yaşa, çok yaşa, ey şanlı Azerbaycan.